Möhtəşəm. Qoğal resepti paylaşacağım. Mütləq siz də bu resepti sınayın. Əminəm ki, sınatdıqdan sonra mənə təşəkkür edəcəksiniz. Gəlin vaxt ötürmədən keçək hazırlanmasına. Deməli, şor qoğalın içliyin reseptini paylaşıram. Deməli, bunun üçün mən 500 qram unun içərisinə stəkanla ölçdükdə hardasa 4 stəkan unun içərisinə 1 xörək qaşığı razyana, 1 xörək qaşığı üyüdülmüş cirə, mən 1 çay qaşığı sarı kök əlavə edəcəm. Zövqə görə sarı kökü artıra bilərsiniz. Və 1 xörək qaşığı duz əlavə edəcəm. Razyandan da indi üyüdəcəm. Kafemoykada üyüdəcəm. Daha sonra əlavə edəcəm. Belə əlavə etmək olmaz. İndi keçək içliyin hazırlanmasına. Əlavə olaraq da 100 qram yağ götürəcəm. İndi isə bunları qarışdırırım. Artıq 6-7 dəqiqədir ki, qovururam. Hazırdır içliyimiz. Görüntüsündən də bilmək olur ki, necə hazır olduğu. Əgər görüntüsündən bilmirsə, əlinizə alın, baxın. Belə un kimi qalmır, yəni urva kimi olur. Artıq hazırdır. Qazın altını söndürürəm. Soyuduqdan sonra bankaya yığıb, soyuducuda uzun müddət saxlaya bilərsiniz. Mən istifadə edəcəm. Əgər qalsa, qalanı da bankaya yığıb qoyacağım soyuducuya. Nə vaxt bir də qoğal bişirsəm, onda istifadə edəcəm. Artıq hazırdır. Qısaca reseptlə tanış olaq. Deməli, burada 200 qram xama var, 200 qram kərə yağı var, 3 yumurta sarısı, 1 xörək qaşığı duz, 1 çay qaşığı şəkər tozu, zövqə görə sarı kök. Mən burada yarım çay qaşığı əlavə etdim. Quru maya, bu mayalar çox yaxşıdır, çox yaxşı keyfiyyətlidir. 1 stəkan su və stəkan yarım süd var. Burada da deməli 10 stəkan un var. Əslində 10 stəkan getməlidir. Yenə yumurtanın ölçünə, unun tutumuna görə unun miqdarı, yəni xəmirə gedən unun miqdarı dəyişə bilər. Gəlin heç vaxt ötürmədən keçək xəmirin hazırlanmasına. İlk öncə qabın içərisinə hardasa yarım stəkan süd əlavə edirəm. Yaxına gətirdim ki, rahatlıqla görəsiniz. Şəkər tozunu əlavə edirəm. Burada 1 çay qaşığı şəkər tozu var. 1 qaşıq un əlavə edirəm. Mayanı əlavə edirəm. 1 paket mayadır. Hardasa 1 xörək qaşığı mayadan istifadə edirik. Qarışdırıram. Mən apara hazırlamıram. Ehtiyac görmürəm bu maya ilə apara hazırlamağa. Qarışdırıram. 1-2 dəqiqə gözlədirəm. Və başlayıram xəmiri yoğurmağa. Əgər siz mayanızdan əmin deyilsinizsə, bu zaman mütləq kənarda südün içərisinə süd, şəkər tozu, 1 xörək qaşığını gördüyünüz kimi un əlavə edirik. İçərisinə maya əlavə edirik. 5-10 dəqiqə gözlədirik ki, baxın maya qalxsın. Ondan sonra xəmir yoğurun. Mən mayadan əmin olduğum üçün buna ehtiyac görmədim. Elə qarışdırıram, başlayıram xəmiri yoğurmağa. Suyu əlavə edirəm. 1 stəkan suyu əlavə edirəm. Südün qalanını əlavə edirəm. Burada mən onun yarısını əlavə edəcəm. 10 stəkan un var. Qramı ilə mütləqsə yazacağam. Unun üzərindən duzu əlavə edirik. Burada 1 xörək qaşığı duz var. Niyə görə 1 xörək qaşığı? Çünki biz duzlu, yəni şor qoğal hazırlayırıq. Sarı kök əlavə edirəm. Sarı kökü mən çox əlavə etməyi sevmirəm. Çünki içliyində də sarı kök olacaq. Buna görə də yarım çay qaşığı əlavə etdim. 3 yumurtanın sarısını əlavə edirəm. Biri dağılıb sarının. Ona görə qabın içərisinə yapışıb. Xama əlavə edirəm. 200 qram xamadır. Və yağ əlavə edirəm. Çalışın, ərzaqlar otaq temperaturunda olsun. Yaxşıca belə qarışdırıram. Unun qalanlarını da az əlavə edirəm. Yarı əlavə edirəm. Xəmiri yoğururam. Biraz qabın dibində saxlayıram. Əlbəttə ki, yenə əlavə edəcəm. Burada 10 stəkanın 10 da getməlidir. Yenə qeyd edirəm, ola bilər ki, bir neçə qaşıq
Az və yaxud da çox ola bilər. Bu da yumurtanın böyüklüyündən və unun tutumundan asılı olaraq miqdar dəyişə bilər. Sonda mütləq nə qədər un getdiyini açıqlama qismində qeyd edəcəm. Yaxşıca xəmir yoğururuq. Bərk olmayan yumuşaq xəmir yoğururuq. Qoğal xəmiri mütləq yumuşaq olmalıdır. Yaxşı yoğrulmalıdır. İsti süd, isti su ilə yoğrulmalıdır. Qaynar olmamalıdır. Qaynar olduğu zaman mayanı yandırır, maya qalxmır. Soyuq olduğu zaman da yenə elə isti formada olmalıdır. Baxın xanımlar, bu cür yumuşaqlıqda xəmir alınır. Yəni xəmir yumuşaq olmalıdır. 10 stəkan onun da istifadə etdim. Bu gördüyünüz reseptlə. Baxın, un yoxdur artıq, un bitib. Bir dəqiqədə yoğururam, üzərini bağlayıram, qoyuram. Yaxşıca qalxsın, xəmir acısın. Yəni bunu təmiz acıdırıq. Mütləq yaxşıca qalxmalıdır. İsti bir yerə qoyuruq ki, xəmirimiz tez qalxsın, vaxtımız çox getməsin. Üzərini bağlayım. Artıq xəmir acıyıb. Açıram, dəzgahın üzərinə xəmiri əlavə edirəm. Kündə tuturam. Xəmiri 2 hissəyə ayırdım. Forma verib kündələrə bölürəm. Eyni boyda kündələrə ayırıram. Baxın necə gözəl xəmirdir xanımlar. Kündə forması verdikdən sonra mütləq 15-20 dəqiqə gözləmək lazımdır ki, kündələr yenidən şişsin, qalxsın. Bu zaman rahatlıqla yuxa açmaq olur. Xəmiri kündələdim xanımlar. 14 ədəd kündə alındı. İndi üzərini bağlayıram, qoyuram 10-15 dəqiqə dincəlsin. Bu arada mən yağ əridirəm. Üzərini bağlayıb qoyuram qalsın. Yağı qoyuram ərisin. Əridikdən sonra süzəcəm. Digər qabın içərisinə əlavə edəcəm. Burada 500 qram yağ var. Mən 82% yağdan istifadə etdim. Artıq kündələr dincəlib. Dəzgahın üzərinə azacıq un əlavə edirəm. Kündəni əlavə edirəm dəzgahın üzərinə. Aşa bildiyimiz qədər nəzik yuxa açırıq. İlk yuxanı açdığım dəzgahın üzərini duru yağla yağlayıram və dəzgahın üzərinə yuxanı əlavə edirəm. Dəzgahın üzərinə əlavə edirəm. Əlimiz vasitəsilə dartırıq, uzanlığa qədər dartırıq. Yuxanı yaydım, indi isə üzərinə gətirib yağ əlavə edəcəm, yağ çəkəcəm. Digər yuxanı açıb üzərindən əlavə edəcəm. Yağı süzürəm. Ortasından ayırıram. Stəkanın yarısından bir barmaq aşağı duru yağ əlavə edirəm. Açdığım yuxanı yağlayıram. Kis vasitəsilə yağlayıram ki, həddindən artıq yağ tökülməsin. Qaşıq vasitəsilə yağladıqda yağ çox gəlir. Hər tərəfinə gələcək şəkildə yağlayırım. Hər tərəfini yağladım. Keçirəm ikinci yuxanı açmağa. İkinci yuxanı da açdım. Digər yuxanın üzərinə əlavə edirəm. Yenidən bu yuxanı da digər yuxa boyu açıram.
Belə ikinci yuxanı açdım, digər yuxanın üzərinə əlavə etdim, üzərini yağladım və beləliklə 14 yuxanın hər birini belə açırıq, üzərinə əlavə edib yağlayırıq. Keçin digərlərini açmağa, inşallah gələcəm kəsməyə. Sonuncu yuxanı açdım, sonuncu yuxanı yağlamadan indi isə kəsəcəm və rulon bükəcəm. İndi isə keçim kəsməyə. Gördüyünüz kimi baxın yağlamamışam. Belə kənarlarını kəsirik, düzləşdiririk. Kəsdiyimiz hissələri özümüzə dartaraq rulon bükürük. Qoğallar məndə böyük alındı, çünki rulonu ortadan bölmədim. İstəsəniz rulonu ortadan bölüb kiçik qoğallar da hazırlaya bilərsiniz. İndi isə qoyuram, qalsın süfrənin altında 15-20 dəqiqə. 15-20 dəqiqədən sonra belə gördüyünüz kimi içinə oyuq açıram. Kənar hissəsini nahamar hissəsi tərəfə salıram, oyuq açıram, içlikdən əlavə edirəm. Ağzını möhkəmcə bükürəm və forma verirəm. Kənarlarına bastırıram ki, ortası qalxsın. Mən qoğalı bu formada sevirəm. İstəyə görə belə etməyə də bilərsiniz. Hər birini bu formada edirəm, yığıram süfrənin altına. Burada yenidən göstərirəm. İçliyi doldurduqdan sonra qoğalı üstünü bağlayıram. Tərs çevirirəm. Kənarlarından bastırıram. Bunu bişəndə ortası qalxsın deyə nə edirəm? Əgər istəmirsinizsə ortası qalxmağını etməyə də bilərsiniz. Üzərinə çəkmək üçün 2 yumurtanın sarısını 1 xörək qaşığı süddən istifadə edirəm. Kis vasitəsilə qarışdırıram. Mayalanmış qoğalları soba listinə əlavə edirəm. Üzərinə yumurta çəkirəm. Zövqə görə çörək otu əlavə edirəm. Əgər sevmirsinizsə etməyə bilərsiniz. Öncədən 200 dərəcədə alt üst rejimdə qızdırdığım sobada üzəri qızarana kimi bişirirəm. Hazırladığım qoğalların içliyini doldurdum. Bu qədər içliyi artıq qaldı. Çox az içliyi artıq qaldı. Onu da bankənin içərisinə əlavə edirəm. Qoyuram soyuducuya. Nə vaxt qoğal bişirsəm, içlik kimi içərisinə əlavə edəcəm. Artıq qoğalları sobadan çıxartdım. Çox gözəl, görüntülü, dadlı qoğallar alındı. Çox gözəl reseptdir xanımlar. Mütləq bu resepti sınayın. Həftə ilə qalsa da bayatlamayan, çörək kimi olmayan qoğal resepti sizin üçün paylaşdım. Əziyyətimin bəhrəsi olaraq sizlərdən sadəcə like istəyirəm. Bişirin, bəyənsəniz kanalıma abunə olub mənə dəstək olun. Hələlik deyirəm, inşallah gələn videolarda görüşərik. Gəlin indi isə içini açıb baxaq, gör necədir. Belə bir qoğaldır. Baxın xanımlar. Möhtəşəm. Bir sözlə çox gözəl. İçinə baxın, içində göstərirəm sizin üçün. Görün necə qat-qatdır.